Ezelden nur alıp güdüret elinden, oğlu uzun geldi neslinden. Başına koyduğu 12 dilim, ot tuttu köz saldı hakkın sesinden. Tacı Heyderidir, gayret tacıdır, zulmün gelimidir, küfrü dağıdar. Şahdır o, sultandır o, hakkın kuludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heyder. Rüyasında gördü dilsiz bir şamam, dedi Azerbaycan gözleyir ama. Danışan bozkurttan aldım uçtuluk, dedi dirilecek o uca Turan. Kızılganlarla diçti Erdebil ehli, hak üçün merhamet, haksız azeli. Şirvan ellerinde atını çaptı, düşman yüreğine velvele saldı. Hileger kafirler kaçıp gizlendi, Derbent qalasına bir nere saldı. Dilsiz qayalara Qızılbaş yazdı, zulümün mezarını andıyla qazdı. Şahdır o, sultandır o, hakkın koludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heyder. Bir kere ucalan bayrak bir daha enmez. Heyder'in yandırdığı bu meşal sönmez. Sultan Ali gelir, İsmail gelir, bütün Azerbaycan'ın igidi bitmez. Birinci Savaş, Şirvan yürüyüşü. 1483 ilin sonbaharı. Azerbaycanın kuzeyi, Şirvan torpaqları. Güneş Qafqaz dağlarının sıldırım zirveləri arxasında gizlənərkən, üfüq qanlı bir rəngə boyanır. Samuy çayının suları payız yağışlarından coşub, sanki gələcək faciənin xəbərini daşlara çırparaq yayır. Bu sükutu minlərlə atın ayaq səsi və polad zirəhlərin bir-birinə dəyməsindən çıxan ritmik səs pozur. Şeyx Heydər 7000'lik Qızılbaş ordusunun önündə irəliyir. Ordunun hər addımı torpağı titrədir. Müridlərin gözlərində yalnız bir hədəf var: Şirvan Şahlar Ocağının zülmətini nurla boğmaq. Birinci hissə: Ərdəbil, Şeyxin ocağı. Xatunların iqamətgahında eyvan. Eyvandan aşağıda ocağın həyətində minlərlə Qızılbaş müridinin fəaliyyəti görünür. Polad qılıncların itilənmə səsi, atların kişnərtisi,
və vaxtaşırı ucalan Allah, Allah sədaları havada ağır bir savaş qoxusu yaradır. Eyvanda isə sükut hakimdir. Havanı yalnız buhurdandan yüksələn həzin əmbər qoxusu və uzaqdan gələn qopuz səsi bürüyüb. Aləmşah bəyim əynində tünd göy rəngli, gümüş işləməli libası ilə məhəccərəyə söykənib, baxışlarını uzaqdakı savalan zirvəsinə dikib. Onun yanında şeyxin gənc və məğrur bacısı Şahsənəm xatun dayanıb. Şahsənəmin əlindəki incə ipək dəsmalı narahatlıqla barmaqlarına dolaması onun daxili həyəcanını büruzə verir. Bax Şahsənəm, bu qızılbaşlar qaranlığın bağrında yanan ocaq kimidir. Heydər bu nuru yaymaq üçün yola çıxdı. Amma mən bu dəfə üfüqdə yalnız zəfər deyil, həm də qanlı bir duman görürəm. Bacı, qardaşımın qəlbi Allahın nuru ilə doludur. O deyir ki, kamil olan kölgədə qalmaz. Amma mən də qorxuram. Savaşın qanunları sərtdir. Xəyanət isə pusquda gözləyən ilan kimidir. Qorxu məhəbbətin kölgəsidir bacım. Amma mən qərarımı vermişəm. Heydər Samur boyu irəliləyəndə mən onun sadəcə duası olmayacağam. Bu savaşda mən onun yanında, elə o qanlı dumanın düz mərkəzində olmaq istəyirəm. Sən də mi gedəcəksən? Axı döyüş meydanı xatunlar üçün deyil. Mən Ağqoyunlu hökümdarı Uzun Həsənin qızıyam, Şahsənəm. Bizim soyumuzda xatunlar yalnız sarayda oturub göz yaşı tökməz. Heydərin yolu od içindədir. Mən isə o odun içində onun sönməz nəfəsi olmalıyam. Əgər bir xain əli ona uzanacaqsa, ilk mənim baxışlarımla qarşılaşacaq. Sənin bu mərdliyin mənə güc verir. Amma mən tək qardaşım üçün deyil, həm də ocağımızın sadiq qılıncı olan Hüseyin bəy üçün narahatam. Hüseyin bəy Şamlı mı? Çəkinmə bacım. Onun qılıncı şeyxin ən böyük sipəridir. Amma deyəsən o qılıncın itiliyi qədər sənin qəlbinin incəliyi də onu qoruyur, elə deyilmi? O mənə söz verdi. Dedi ki, mürşidimin əmanətlərini qanın bahasına qoruyacağam. Amma mən istəyirəm ki, o özünü də qorusun. Savaşda eşq bir yükdür, yoxsa qanad bacı? Eşq bölünmür Şahsənəm, yalnız böyüyür. Savaşda eşq ən möhkəm zirehdir. Hüseyin bəy sənin baxışlarındakı nuru özü ilə aparırsa, demək o heç vaxt qaranlıqda büdrəməyəcək. Amma yadda saxla, biz qızılbaş xatunlarıyıq. Bizim sevgimiz dua ilə başlayır, mərdliklə möhkəmlənir. Onda mən də burada dayanmayacağam. Mən Hüseyin bəyə sadiq bir yar, qardaşıma isə sarsılmaz bir bacı olacağam. Ərdəbilin namusu bizim mərdliyimizdədir. Bu zaman qalada qalan qızılbaş əskərlərin uca səsi həyətdən eşidilir. Bismillah, Allah, Allah. Aləmşah bəyim və Şahsənəm xatun eyvandan aşağı baxırlar. Minlərlə qızılbaş gün batımında qanlı bir dəniz kimi dalğalanır. İki qadın əl-ələ tutub bu mənzərəyə baxarkən baxışlarında həm ayrılığın kədəri, həm də türk qadınına məxsus sarsılmaz bir cəsarət parlayır. İkinci hissə. Qırmızı dalğanın ilk zəfəri. Qızılbaş süvariləri Şirvanın hüdudlarında yerləşən ilk sərhəd qarnizonuna yaxınlaşırlar. Havanın soyuq olmasına baxmayaraq, müridlərin qəlbindəki inanc odu hər yeri isidir. Şeyx Heydər ağ atının belində əlindəki qılıncı havaya qaldıraraq müridlərinə üz tutur. Ey hak yolun aslanları! O gün sadəcə torpaq üçün deyil, atamız Şeyx Cüneydin Samur kənarında tökülən müqəddəs qanının qisası üçün də buradayıq. Bizim yolumuz nur yoludur. Qarşımızda isə İslam qiyafəli şeytanların zülmətidir. Bismillah, Allah, Allah. Şeyx Heydər qılıncını göyə qaldırır. Müridlərin Allah, Allah sədaları dağlarda əks səda verir. Qızılbaşlar bir fırtına kimi Şirvan keşikçilərinin üzərinə atılırlar. İlk toqquşma qısa, lakin amansız olur. Şirvanın sərhəd qoşunları bu qədər mütəşəkkil və ölümün gözünə gülərək gedən bir ordu gözləmirdi. Qırmızı çalmalar dumanın içində sanki od parçaları kimi parlayır.
Cəmi bir neçə saat ərzində Şirvanın ilk istehkamları darmadağın edilir. Qızılbaşlar mülki əhaliyə toxunmur, yalnız qılınc qaldıranları məhv edirlər. Bu ilk qələbə müridlərin inamını daha da artırır. Onlar şeyxlərində ilahi bir qüdrət görürlər. 3-cü hissə. Sasan Keyxosrovun gizli planı və Qriqor Şapsuk. Şirvan Şahlar Sarayının gizli bir küncündə yalnız şam işığı ilə aydınlatılan qaranlıq otaq. Divarlarda xənçər və zəhərli oxların kölgəsi uzanır. Vəzir Sasan Keyxosrov qarşısında dayanan Çərkəz əsilli xristiyan komandan Qriqor Şapsukla pıçıldaşır. Qriqorun üzündəki çapıqlar və soyuq baxışları onun neçə qanlı savaşdan çıxdığını göstərir. Görürsənmi Qriqor? Heydərin nuru artıq sərhədlərimizi yandırır. O tək dua ilə deyil, 7 millik qəzəblə gəlir. Fərrux Yasar qorxu içindədir. Amma bizə qorxu deyil, tədbir lazımıdır, tədbir. Şeyx Heydər mənə maraqlı deyil, vəzir. Mənə Şirvandan veriləcək qızıl və vəd etdiyiniz Tabasaran torpaqları lazımdır. Əgər o dərvişin başını gətirsəm, o torpaqlar mənim olacaq? Nəinki o torpaqlar, hətta şeyxin Ərdəbildən gətirdiyi xəzinə də sənin olacaq. Amma Heydərlə meydanda üz-üzə gəlmə. O müridləri üçün bir ilahdır. Sən daxili nifaqdan istifadə et. Mən onun ordusunu içinə elə xəşxaşilər yerləşdirmişəm ki, vaxtı gələndə onun qılıncını elə özünə çevirəcəklər. Sənin vəzifən şeyxi Dağıstanın sıx meşəlirlərinə, oxçuların hazır özlədiyi o sıldırım qayalıqlara çəkməkdir. Razıyam. Qay şeyx özünü zamanın sahibi sansan. Amma mənim oxum o nuru söndürəndə kimin həqiqət olduğunu dünya görəcək. 4-cü hissə. Şirvan şahının vahiməsi və Təbrizə qasid. Şamaxı, Gülüstan qalası. Fərrux Yasər qalanın bürcündən uzaqda yanan tonqallara baxır. Hər yanan alov onun taxtının biraz daha titrədiyini xəbər verir. Onun yanında qorxu içində olan əyanları dayanıb. Sasan, Heydər artıq Şamaxının darvazalarına yaxınlaşır. O, atası Cüneydin intiqamını hər daşdan soruşur. Bizim qoşunumuz onun müridləri qarşısında dayana bilmir. Bu, necə bir qüvvədir ki, ölümdən qorxmurlar. Qorxmayın hökümdarım, Heydər bir aslandırsa, biz onu bir torla tutacağız. Amma bizə böyük bir güc lazımdır. Al, Təbrizə Sultan Yaquba qasid göndərməliyik. Ona deyin ki, qızıl gül verildi. Amma tikanları indi sənin də taxtına doğru uzanır. Əgər Yaqub bugün Şirvanın yanında olmasa, sabah Ərdəbilin qızılbaşlıları Təbrizin həşt behişt sarayını zikr sədalarıyla yıxacaqlar. Yaz, tez yaz. Yaquba xatırlat ki, bacısı Aləmşahın əri artıq bir qohum deyil, bir imperiya xəyalı ilə alovlanan düşməndir. Əgər o kömək göndərməsə, bu qan hər iki xanədanı da boğacaq. 5-ci hissə. Şeyx Heydərin çadırı, Nurun vədi. Şirvan torpaqlarında qurulmuş Səfəvi düşkəri. Gecə. Şeyx Heydərin çadırının önündə böyük bir ocaq yanır. Şeyx Hüseyin bəy Şamlı və Dədə bəy olmaqla xəritə üzərində növbəti addımı müzakirə edir. Şeyxim, ilk zəfərimiz müridləri coşdurub. Amma casuslarımız xəbər verir ki, Sasani Keyxosrov Çərkəz komandanı Qriqoru bizə qarşı hazırlayır. Onlar bizi dağlıq nahiyələrə çəkib pusquya salmaq istəyirlər.
Qoy hazırlasınlar Hüseyin. Onlar elə bilirlər ki, mən bura yalnız Şirvan almağa gəlmişəm. Xeyr, mən bura bütöv Azərbaycanın təməlini qoymağa, dağınıq tayfaları bir bayraq altında birləşdirməyə gəlmişəm. Grigorun qılıncı mənim nuruma toxuna bilməz. Çünki mən xalqın ürəyindəki o sönməz odu oyatmışam. Mürşidim, Talışdan və Muğandan hər gün yüzlərlə yeni mürid bizə qoşulur. Onlar zamanın sahibi zühur edib deyərək gəlirlər. Sizin adınız artıq qalalardan ucadır. Zamanın sahibi mən deyiləm. Zamanın sahibi haqdır. Mən sadəcə o yolun quluyam. Lakin yadda saxlayın, qabaqda bizi daha böyük tikanlar gözləyir. Sultan Yaqub sükutunu pozacaq. Şirvanın elçiləri artıq Təbriz dəhlizlərindədir. Bizim əsl savaşımız hələ indi başlayır. Bismillah, Allah, Allah! Şeyx Heydərin çadırının ətrafında minlərlə qızılbaşan qırmızı çalmaları ocaq işığında sanki qanlı bir dəniz kimi dalğalanır. Uzaqdan Şirvan dağlarından vahiməli bir bayquş səsi gəlir. Bu Sasanın və Qriqorun qurduğu tələnin ilk işarəsidir. Lakin qızılbaşların Bismillah nidası o səsi boğaraq göylərə ucalır.